Здравствуйте, дорогие друзья, еще раз. Давайте продолжим. В предыдущей части мы с вами поговорили о 10 интересных фактах об учительстве, о профессии учителя. Öncəki hissədə biz müəllimlik və yaxud müəllim sənətinin ən maraqlı 10 faktı haqqında danışmaya başladıq. İlk 5 fakt haqqında danışdıq. Sıradaki 5 fakt haqqımızda da bu hissəmizdə danışacağıq. Зарплата учителя не включает в себя время, затраченное на планирование занятий. Müəllimlərin maaşı məşğələlərin planlaşdırılmasına sərf edilən vaxtı əhatə etmir. А ведь на подготовку одного урока может уйти до 3 часов. Amma deyir, bir dərsin hazırlamasına 3 saatdan çox vaxt sərf oluna bilir. Как сообщает Национальная ассоциация образования, учителя проводят в среднем 53 часа в неделю. Yəni Milli Təhsil Təşkilatının xəbərinə görə, verdiyi xəbərə görə müəllimlər həftədə 53 saat keçirirlər. Ne üçün 53 saat keçirirlər? Выполняя задачи, связанные с обучением. Yəni tədrislə əlaqəli olan problemlərin həllinə, məsələlərin həllinə 53 saat vaxt sərf edirlər. Все это планирование уроков, написание отчетов, дополнительные занятия, а также проверка домашней работы. Yəni bütün bu 53 saatın içinə dərsin planlaşdırılması, hesabatların yazılması, əlavə məşğələlərin təşkili, həmçinin ev tapşırıqlarının və yaxud yoxlama yazıların və yaxud testlərin yoxlanılmasıdır. В это время, как обычная норма офисных служащих, 40 часов в неделю. Yəni bununla müqayisədə adi ofis məmurları deyir, sadəcə həftədə 40 saat sərf edirlər o kağız işinə. Lakin müəllimlər onlardan da çox vaxt sərf edirlər və buna baxmayaraq müəllimlərin maaşı çox təəssüf ki, o həmin o sərf olunan vaxtı və yaxud zamanı əhatə etmir. Школьный учитель, если мы обратимся к статистике, женская профессия. Yəni məktəb müəllim peşəsi əgər statistikaya əsaslansa qadın peşəsidir. 86% профсообщества составляет женщины. Müəllimlər Həmkarlar Təşkilatının 86%-ni qadınlar əhatə edir. Причем доля мужчин в начальной школе равна нулю. Orta məktəbdə, daha çox ibtidai siniflərdə müəllim, yəni kişi müəllimlərin sayı 0-a bərabərdir. Məncə Azərbaycanda demək olar ki, heç yoxdur. Yəni kişi müəllimi, yəni ibtidai sinifdə dərs deyən kişi müəllimi çox azdır, bəlkə də 1-2 nəfər, bəlkə də barmaqla sayılacaq qədər. Для сравнения, во Франции в средней школе 57% женщин, в Великобритании и Гонконге 53%, в Германии 46%, а в Японии 32%. Yəni müqayisə üçün baxaq ki, deyir, Fransada orta məktəbdə 57% qadın, Böyük Britaniya və Qonqongda 53% qadın, Almaniyada 46% qadın və Yaponiyada 32% qadın işləyir. Yəni belə çıxır ki, 32% qadın, Yaponiyada o zaman kişi müəllimlər çoxdur. Bu çox yaxşı bir göstəricidir. Məncə bizdə də kişi müəllimlər çoxalsa çox yaxşı olar. Mən orta məktəbdə oxuduğum zaman mən xatırlayıram Sovetin dövründə bizim qadın müəllimimiz 3 və yaxud 4 fən müəllimimiz qadın idi. Ədəbiyyat, fizika və rus dili. Digər bütün müəllimlərimiz tarix, coğrafiya, riyaziyyat, həndəsə, bədən tərbiyə, bunların hamısı kişi müəllimlər idi. Çox maraqlıdır kişi müəllimlər niyə artıq işləmək istəmirlər və yaxud da mən anlayıram onları, yəqin ki maaşa görə bu məktəblərdə verilən maaşlar hər halda kişi müəllimləri ailə saxlamağa o qədər də uyğun deyil. В Древней Греции учителей арифметики называли калькуляторами. Qədim Yunanistanda cəbr və yaxud həndəsə müəllimlərinə kalkulator deyirlərmiş. Şimdi bilirik kalkulator sözü hardan gəlir, sən demə cəbr və yaxud tarix müəllimi, həndəsə müəlliminə deyirlərmiş. А слово педагог с древнегреческого дословно переводилось как ведущий ребенка. Pedaqoq sözünün mənası isə
qədim Yunan dilindən hərfi tərcümədə uşağı aparan, uşağı götürən deməkmiş. Çox maraqlı bir məlumatdır məncə. Нидерландах на уроках физкультуры с первого класса учат серфингу. Niderlandda, yəni Hollandiyada, Danimarkada, Niderlandda ilk siniflərdən, birinci siniflərdən bədən tərbiyə dərslərində uşaqlara surf yapmağı, tam Azərbaycan dilində bu surfing sözü, çünki bizə yad olan bir idman növüdür, bizdə çox istifadə olunmur, heç istifadə olunmur demək olar ki. Amma bir taxta parçasının üstündə dalğaların üzərində üzməyi öyrədən bir idman növüdür. Bunu keçirirlər. В Японии танцам и плаванию, а в Китае боевым искусствам и упражнениям по системе gimnastika tsigun. Yaponiyada rəqslər və üzgüçülük öyrədirlər. Çində isə tsigun gimnastikası sistemi üzrə tapşırıqların həll olunması, yəni və yaxud idman döyüş idmanlarının həllinə, daha doğrusu öyrənilməsinə çalışırlar. День учителя отмечают более чем в 100 странах mira. Müəllimlər gününü dünyanın 100 ölkəsindən çoxunda keçirirlər. Bizim ölkəmizdə də keçirirlər hər il oktyabrın 5-də. Bilirəm, öncədən təbrik edirəm bütün müəllimlərin bayramını, baxmayaraq ki, oktyabra hələ çox vaxt var. И в каждом государстве sуществуют свои традиции и ritualı və hər bir dövlətdə özünün ənənələri və adətləri vardır bu bayramı keçirmək üçün. В Мексике по случаю праздника принято устраивать шумные вечеринки. Meksikada bayramın şərəfinə çox səsli küylü tədbirlər, çox səsli küylü partilər, belə deyək, hazırlamaq yəni qərarı verilmişdir. Bu böyük bir tədbirlər keçirilir. Çox səsli küylü rəqsləri ilə, hər halda mahnıları ilə, səs küyləri ilə. В Argentiне объявляют всеобщий выходной. Argentinada ümummilli istirahət günü verilir həmin günü. Mən bilmirəm, bizdə istirahət günü seçilirmi Azərbaycanda? Mən çoxdan Azərbaycanda artıq yaşamadığım üçün bu haqda elə bir məlumatım yoxdur. Məncə verilmir bizdə müəllimlər günü, istirahət günü. А в Таиланде учителям дарят подносы с фруктами, цветами и свечами. Taylandda isə müəllimlərə meyvələr, çiçəklər və şamlarla doldurulmuş sinilər hədiyyə edirlər. Padnos sözü sini deməkdir bizim Azərbaycan dilində. Sinilər hədiyyə edirlər. Yəni hədiyyə olaraq hər halda müxtəlif meyvələrdən, güllərdən ibarət bir sinilər hədiyyə edirlər. Məncə müəllimlərin əməyinə hörmət etmək hamımızın məncə borcudur. Çünki gördüyümüz kimi müəllimlər ən qədim peşələrdən biridir. Sadəcə dərs deməklə deyil, gördüyümüz, yəni burada verilən, özümüz də bunu müəllim olanlar hər bir şəxs yəqin ki özündə bunu görüb, bunu sınayıb. Sadəcə dərs deməklə deyil, bütün həyatını müəllimliyə, bütün həyatını şagirdlərə həsr edən insanlar var, hansıların ki qarşısında baş əymək lazımdır. Müəllimlik haqqında bu qədər, gördüyümüz kimi belə maraqlı bir faktlarımız var idi müəllimlik peşəsi haqqında. Ümid edirəm xoşunuza gəldi. Bundan sonra hansı peşə haqqında daha maraqlı faktlar istəyirsinizsə mənə yaza bilərsiniz orada aşağıda, yəni yorumlarda. Mən də o peşə haqqında sizə maraqlı faktlar tapıb onları birlikdə oxuyub tərcümə edərək və bununla da dünya görüşümüzü də və hətta biliyimizi də genişləndirmiş olaraq. Bu günlük bu qədər. До свидания, берегите себя и не болейте. Əgər bugün bir səsimdə bir problem oldusa, sizə bir narahatçılıq yaratdısa, özürü sayın. Havalardan dolayı biraz səsimdə və yaxud boğazımda bir problemlər oluşmuşdur. До свидания, берегите себя. İnşallah увидимся.